Salam dəyərli izləyicilər. İndi sizə 18 iyul 2026-cı il tarixində keçirilmiş müəllimlərin işə qəbul imtahanının riyaziyyat fənni üzrə sualların izahatını verəcəm. Başlayaq ilk sualdan. Deməli, ACB düzbucağı verilib. Düzbucağın tərəfləri böyük çevrəyə toxunur. Düzbucağın təpə nöqtəsi kiçik çevrənin mərkəzidir. Eyni zamanda kiçik çevrədə böyük çevrəyə toxunur. Bizə kiçik çevrənin radiusunu 3 verib, B-ni soruşur. İndi mən bu şəkili götürəcəm, biraz böyüdəcəm bu şəkili. İndi baxaq. Deməli, böyük çevrənin mərkəzinə qeyd eləsə, böyük çevrənin mərkəzi hardasa burada bir yerdə olsun. Arası burada bir yerdə. İndi böyük çevrənin mərkəzindən toxunma A nöqtəsini birləşdirsəm, bu olacaq böyük çevrənin nəyi? Radiusu. Radius toxunma nöqtəsində toxunana perpendikulyardır. Yəni, bu radiusdur. Eyni zamanda O ilə B-ni birləşdirsəm, toxunma nöqtəsi olduğu üçün burada perpendikulyardır. Yəni, bura mən bir dənə D desəm, DB də radiusdur. Burada olacaq R. Bu da R. Baxırıq. AC, BD 4 bucaqlıdır. 3 dənə bucağı 90 dərəcə olduğu üçün burada 90 dərəcədir. Yəni bu kvadratdır. İndi bura 3'dür. Bura 3'dür. İndi kvadrat olduğu üçün, C-nin 3 olduğu üçün B olacaq R-3. B-nin R-3 olacaq. B-ni bildik. İndi biz bilirik ki, burada birləşdirsək, CD məsafəsi olacaq 2 dənə çevrənin radiusları cəmi. Bura böyük yerdir. Böyük yerdir. Burada 3'dür də. İndi bu CD həm də kvadratın diaqonalıdır. Kvadratın diaqonalı. Ona görə də yazıram. Kvadratın diaqonalı, yəni R üstəgəl 3 bərabərdir. Onun tərəfinin kökdə 2 misli. Tərəfdə R'dir. R vur kökdə 2. Bura nə alınır? R kökdə 2 çıx R bərabərdir 3'ə. R'i çıxardıram mötərizə xaricinə. Kökdə 2 çıx 1 bərabərdir 3. R bərabərdir 3 bölünsün kökdə 2 çıx 1. Həm sürəti, həm məxrəcin qoşmasına vursaq, 3 vur kökdə 2 çıx 1, daha doğrusu plus 1, bölünsün kökdə 2 çıx 1, kökdə 2 plus 1. Məxrəc 1 eləyir. Məxrəc 1 eləyir. Sürəti alınır 3 kökdə 2 plus 3. Yəni 3 kökdə 2 plus 3. Mən radiusu tapdım. Radiusda elə bizdə BC bərabərdir. BC. BC nədir? CN ilə B-nin cəmidir. Yəni 3 kökdə 3 üstəgəl 3 bərabər CN 3 verilib plus BN. 3'lər islah olunur burada. Üzr istəyirəm, burada 3 kökdə 2 yazmalıyım. 3'lər islah olunur və BN alınır burada 3 kökdə 2. Yəni cavabımız burada 3 kökdə 2'yə bərabərdir. Növbəti sual. Bizdə belə bir funksiya verilmişdi. Fx və Gx funksiyaları. G2'ni soruşurdu. Əvvəlcə Gx funksiyasında x'in yerinə 2 yazaq. Görə nə alınır? G2 bərabərdir 2'nin kvadratı üstəgəl 10 çıxılsın 2f2. Yəni G2 bərabər olacaq 14 çıx 2f2. İndi mənə f2 lazımdır ki, mən G2'ni tapa bilim. İndi fx funksiyasında x'in yerinə də mən x'in yerinə də 2 yazsam, onda nə olacaq? F2 bərabərdir 2C2 plus 2 çıx 1. Yəni F2 bərabərdir 2C2 plus 1. İndi C2'ni soruşduğu üçün F2'nin qiymətini gətirib burada yerinə yazacağım. Onda alınır C2 bərabərdir 14 çıxılsın 2 vurulsun F2.
O da 2C2 plus 1'dir. C2 beraberdir 14. Çıxılsın 4C2 çıx 2. Bunu alır ki 5C2 bərabərdir 12'ye. C2 ile beraberdir. 12'ni 5'e böləndə 2/4. Yani burada doğru cevap 2/4'e beraberdir. Bu da bizim ikinci sualımız. Üçüncü sual. Şəkildə verilmiş düzbucaqlı 5 sayda kongruent kvadrata ayrılmıştır. ABC bucağının tangesini soruşurdu. Kongruent dediği için, yani eyni kvadratlardır. Ben bura 1 desem, burada 1, burada 1, burada 1. Bu şəkildə deyirəm. Bura mən alfa deyirəm, bura beta deyirəm, burada x deyirəm. İndi alfa plus beta plus x bərabər 180 dərəcə olduğu üçün deməli tangens alfa plus beta bərabərdir mənfi tangens x yaza bilərik. Yəni ki, bu ikisini bir götürürəm. Alfa plus beta məsəl üçün bir dənə y desəm, y ilə x-in cəmi 180'dir. Deməli tangenslərin əksi olacaq. İndi mən buradan tangens alfanı yaza bilərəm. Tangens alfa bərabərdir. Qarşıdakı katet 1, bölünsün bitişik katet 3. Tangens beta bərabərdir. Qarşıdakı katet 1, bölünsün bitişik katet o da 2. Onda sol tərəfin açısını yazsam, tangens alfa plus tangens beta bölünsün 1 çıxılsın tangens alfa tangens beta bərabərdir mənfi tangens x-ə. Bizə də x-in tangesini soruşur burada. Tangens alfamız 3/1'dir. 3/1. Tangens beta 2/1'dir. Bölünsün 1 çıxılsın 3/1 vur 2/1. Bərabərdir mənfi tangens x. Sol tərəfdə sürəti də məxrəci də 6'ya vursam, sürəti 6'ya vuranda 2 üstə gəlir 3 alınır. Məxrəci 6'ya vuranda isə 6 çıx 1 alınır. Bərabər mənfi tangens x-ə. Mənfi tangens x. İndi görə burada nə alınır? Deməli 5'in 5'ə nisbəti bərabərdir mənfi tangens x-ə. Tangens x-imiz bərabərdir mənfi 1. Deməli x olacaq neçə? 135 dərəcə. Yəni doğru cavabımız burada 135 dərəcə. Yəni daha doğrusu mənfi 1. Yəni burada ABC bucağının tangesini soruşduğu için cevabımız mənfi 1'ə bərabərdir. Növbəti sual. ABC üçbucağının tərəflərini verib x, y, z. X, y, z tərəflərdir. İndi hx, hy, hz. Bizə verib 3, 2, 5 nisbətində verib. Perimetrin x, z-ə nisbətini soruşur. Biz bilirik ki, üçbucağın sahəsi s bərabərdir. A vur h-a bölü 2 və yaxud da b vur hb bölü 2, c vur hc bölü 2. Bura nə çıxır? A vur h-a bərabər 2s. AH hasil sabitdir. Hasil sabitsə tərs münasibdir. Deməli, hündürlüklərin nisbəti 3, 2, 5 nisbətində isə, deməli, tərəflərin nisbəti olacaq. Bunların tərs nisbəti 3/1, 2/1, 5/1 nisbətində. 3, 2, 5'in əkobu 30'dur. 30'a vursam 10, 15 və 6. Deməli, x-imiz olacaq burada 10k. Y-imiz olacaq 15k. Z-imiz də olacaq 6k. Deməli, perimetr. Perimetr bunların cəmi x plus y plus z bölünsün x ilə z-in fərqi. Bu da bərabərdir. 31k bölünsün 4k. Bu da edəcək 7,75. Yəni doğru cavabımız bu sualda 7,75 idi. Növbəti sual deyir ki, burada A və B çoxluqları universal bu çoxluğun alt çoxluqlarıdır. Yəni universal çoxluğun element sayısı 23'dür. A ilə B-nin birləşməsinin komplementinin element sayısı 7'dir. Yəni komplement tamamlayıcısının element sayısı 7'dir.
A element sayısı 16'dır, B element sayısı isə 15'dir. A kəsişmə B. İndi baxaq burada. Deməli, bu universal çoxluqdur. A ilə B bunun daxilində yerləşir. Daxilində. İndi burada mən ilk öncə görmədiyim üçün belə çəkirəm. Burada B A-nın alçoxluğu çıxır. İndi baxaq. Deməli, A ilə B-nin birləşməsinin komplement, yəni tamamlayıcısı. Yəni bu terminləri qarışdırıram. Yəni A birləşir B üstünə xətti deməkdir ki, A ilə B-nin birləşməsindən daxil olmayan, yəni U ilə A ilə B-nin birləşməsinin fərqi deməkdir. Yəni A birləşir B-nin üstü bu komplement tamamlayıcı. Bu bərabərdir U çıxılsın A ilə B-nin birləşməsi. Yəni 7 buranı verib bizə. Buranın 7 verib. Buranın 7 verib. Sonra A'nın element sayısı 16, B'nin element sayısı 15. Baxın, bura nəyə fikirirsiniz? 7 veribsə bura, 7 veribsə, yerdə qalır 16 element. A'nın element sayısı 16'dır. Deməli, B A-nın daxilində yerləşməlidir. B-nin element sayısı 15'dir. Mən bura 15 yazsam, bura 0, bura 1 yazmalıyam. Baxın, bu şəkildə. B-nin əslində belə olmalıdır. Şəkil olursa da ilk öncə görmədiyim üçün mən mütləq o şəkildə çəkməliyəm. Bu universal çoxluqdur. Bu şəkildə bir şeydir. B A-nın daxilindədir. B A. Bura 15'dir. Bura 1'dir. Bura 7'dir. İndi bizə deyir ki, A ilə B-nin kəsişməsinə daxil olmayanların sayını soruşurdu. Baxın, burada A ilə B-nin kəsişməsi 15 element buradadır. Yəni bu isə aid olmayan elementlərin sayını soruşur. O da 1 ilə 7'nin cəmidir. 1 ilə 7'nin cəmi olacaq cavab 8. Yəni doğru cavabımız burada 8'ə bərabərdir. Mən bu tip sualları İngilis ədəbiyyatında öyrənmişəm deyə bəzən terminləri qarışdırma ya komplement dedim. Keçək növbəti 6-cı sual. 6-cı sual belə bir sualdır. Deyir ki, radiusu 6 və hündürlüyü 10 cm silindir verilmişdir. Və silindirin daxilinə baxın, maye var. Bu mayenin də elə bir hündürlüyü 3'tür. 3'tür. Və pini də vermişdi burada. Pini də demişdi ki 3 götürün. Pini də 3 vermişdi. Pini də 3 vermişdi. Və mayenin həcmini soruşurdu burada. İndi mən burada nə etdim? Mən ilk öncə silindirin həcmini hesabladım. Silindirin həcmi. Deməli V bərabərdir pi r kvadrat vur h. 3 36 vur h. H-dan neçədir? 10'dur. Sonra burada mən belə eləyim. Bu ilə ki, buradan olsaydı yarısı olacaqdı. Yarıya böləndə bu 3 vurulsun. 18 vur 10. Deməli olacaq 540. 540 bunun yarısıdır. Sonra burada nə edim? Bu hissəni mən ayrıca burada çəkəcəm. Bu hissəni. Belə bir şey. Elə bil ki, bu şəkildə bu dairəvari formada gəlir. Tam ona oxşamasa da. Elə bir ki, bizə buranı 3 verib. Yəni bu çəkdiyim bu xəttin altı, yəni bu hissə bu şəkildə elə bir ki, sudur. Suyun hündürlüyü 3 verib. İndi mən bilirəm ki, radius 6 olduğu üçün bura 6, bura 6. Onda bura silindirin radiusudur. Bura 3 olduğu üçün burada 3. Mən bunu birləşdirdim bu şəkildə, bu şəkildə. Bunu da bu şəkildə birləşdirdim. Bu şəkildə. Bu da 6'dır, burada 6'dır. Baxın, bura 90 dərəcədir də. 90 dərəcə. 6, 3, bura 30 dərəcə, bura 30 dərəcə. O zaman burada 30 dərəcə, burada 30 dərəcə. 30 dərəcə.
İndi baxırıq. Baxın, bu iki hissə elə bil ki, bu iki hissənin həcmini. Bu iki hissənin həcmi ümumi sindirin həcminin 1/6-idir. Niyə? Burada 30 dərəcə var, burada 30 dərəcə var. 60 dərəcəli toplam. Ümumi sindirin həcminin 1/6-idir. O həmin hissənin həcmi. Ümumi sindirin həcmi 540 idi də. Yox, 1080-dir. 1080-in də 6/1-i, 1080-in də 6/1-i 180-dir. 540-dan 180-i çıxıram. 180 çıxdım, olur 360. 360. İndi bir də bu üçbucaqlı prizmanın həcmində çıxmalıyam ki, aşağı hissəni versin. Baxın, belə bir şeydir. 6, 6, 6, 6, 3, 3. 30 dərəcə, 30 dərəcə. İndi mən bunun da həcmini çıxartmalıyam da bu şəkildə, elə bil ki, mən fiquru tam çəkmirəm. Orada onsuz da görünür. Elə bil ki, baxın, bu hissənin həcmini mən çıxaracağam. Bu hissənin həcmini də çıxaracağam. Baxın, bu hissənin həcmini mən çıxartmalıyam ki, bax, qıradakıların bu həcmlərini çıxartdım. Bunları çıxartdım. Sadəcə bu ortadakı hissə qalır. Onu da çıxartsam mənə cavabı verəcək. Hə, bura 120 dərəcədir. 120 dərəcə. Onda hündürlüyü də 10-dur. Onda bu üçbucaqlı prizmanın həcmi nə olacaq? V bərabərdir. Oturacağın sahəsi, oturacaq üçbucaqlı sahəsi 6 vur 6 vur sinüs 120. Köşdə 3/2 bölünsün 2 vur hündürlük də 10. Bu da bərabərdir 90 köşdə 3. 360-dan da 90 köşdə 3 çıxmalıyam. Yəni doğru cavabımız bu şəkildə idi. 7-ci sual. 7-ci sualda sol tərəfdəki fiqur verilmişdi. Ölçüləri də 6, 21 və 7 idi. Və içində müəyyən qədər su var. Suyun da hündürlüyünə x deyilmişdi. Və deyir ki, bu fiquru hansı üzünün sahəsi ən kiçiksə, həmin üz altda qalacaq şəkildə də bir çevrilir. Altta qalacaq. Burada baxırıq ki, 6 və 7 daha kiçik olacaq, 42. Deməli, və ikinci şəkli bu formada vermişdi. Avtomatik burada biz temanı tutmalıyıq ki, bura 7 olmalıdır. 6, 7. Və ikinci bu fiqur alınır. İndi deyir ki, birinci qabdakı suyun səviyyəsini soruşur, yəni hündürlüyünü soruşur. Yəni bu suyun miqdarı dəyişmir, sadəcə çevrilir. Yəni suyun həcmi eyni qalır. Birinci qutudakı, birinci şəkildəki həcm x vur 21 vur 6. İkinci şəkildəki həcm isə 7 vur 6 vur x plus 4-ə bərabərdir də. İndi 6'lar getdi. 3x bərabərdir x plus 4'ə. 2x bərabər 4'ə və x burada alınır 2. Yəni doğru cavab burada 2'yə bərabər idi. Növbəti sual. Deməli, bu şəkildə trapesiya verilmişdir. Deyir ki, A-yə və B-yə təmbölənlərdir. B-cini 2 vermişdir. A-dini 15 vermişdir. Y-fi soruşur. Y-fi də 5 vermişdir. AB tərəfini soruşurdu. İndi burada mən nə edəcəm? Burada mən şəkli böyüdəcəm. Hətta burada yapışdıraq. Şəkli kifayət qədər böyütdüm. İndi burada bizə deyir ki, A ilə B təmböləndir. Yəni bu bucaqla bu bucaq bərabərdir. Eyni zamanda bu bucaqla da bu bucaq bərabərdir. Biz bilirik ki, trapesiyada bir tərəfə bitişik bucaqların təmbölənləri 90 dərəcəli bucaq arasında kəsişir. Yəni bura 90 dərəcədir. Çünki bura A alfadır, burada alfadır. Bura beta, burada betadır. 2 alfa 2 beta 180 olduğu üçün alfa plus beta olur 90 dərəcə. Bunu bildik. Mən indi Y təpəsindən bu arada YF də oturacaqlar paraleldir. Mən bunu bu şəkildə uzatsam, bura belə K desəm, indi bura alfa olduğu üçün burada alfadır. Alfa. Bura beta olduğu üçün burada betadır. Daxil çapraz bucaqlar. İndi baxırıq alfa. Deməli bura ilə bura bərabərdir. Beta. Deməli burada da bərabərdir. Baxırıq ki, K orta nöqtədir. K orta nöqtə və YF
paralel olduğu üçün deməli F də orta nöqtə olacaq. Deməli KF orta xəttdir. Orta xətt mən bura x desəm, orta xətt yəni x plus 5 olacaq oturacaqları cəminin yarısı. X plus 5 bərabər 8,5-ə, x bərabər 3,5. X artıq 3,5. İndi düzbucaqlı üçbucaqda YK mediandır və x-ə bərabərdir. Düz bucaq təpəsindən çəkilmiş median hipotenuzun yarısıdır. Hipotenuz da olacaq 2x. Bizə də hipotenuzu soruşur. 2-ni də 3,5-ə vuranda cavab olacaq 7. Yəni burada doğru cavabımız 7-yə bərabərdir. Növbəti sual. Deyir ki, tənliyinin köklərindən biri 2 plus i olarsa, k-nı tapın. Köklərindən biri. İndi baxırıq, tənliyinin kökləri x1 vur x2 bərabərdir nəyə? Sərbəst həddə, yəni 9 plus 7. Biz normalda demişik ki, tənli köklərdən biri kompleksdir, digər onun qoşmasıdır. Nə vaxt demişik? Əgər oradakı kvadrat tənlikdə əmsallar A, B, C tam ədəd olarsa, burada tam ədəd deyil axı, C kompleksdir. Ona görə bu şəkildə yazmalıyıq. Deməli 2 plus i vurulsun x2 bərabər 9 plus 7 i-yə. Deməli x2 bərabərdir 9 plus 7 i bölünsün 2 plus i. Sürətdə məxrəcin qoşmasına vuracaq. 9 plus 7 i vurulsun 2 çıx i. Bölünsün 2 plus i, 2 minus i. Bu da bərabərdir. Sürəti vuranda nə olacaq? 18 çıx 9 i, üstə gəl 14 i, çıx 7 i kvadrat. Bölünsün 4 çıxılsın i kvadratı. I kvadratın yerinə -1 yazsaq, sürətdə alınacaq 25 plus 5 i, məxrəcdə 5 alınır. 5-ə bölsək 5 plus i. Deməli, x2-miz bərabərdir 5 plus i. İndi x1 ilə x2-nin cəmi çevrilmiş qıra tənlik olduğu üçün -k-yə bərabərdir. Burada yazırıq 2 plus i, 5 plus i bərabərdir -k-yə. 7 üstə gəl 2i bərabərdir -k-yə. K da bərabərdir -7 çıx 2i. Cavabımız da bu şəkildə verilmişdir. 10-cu sual və əsas sual. Baxın, bu sualı mən diqqətsiz elədim. Hətta axırda baxanda buna baxmadım ki, bu asan sualdır. Bir balaca bir şey qaçırmışam burada. Sistemi ödəyən tamələrin sayını soruşur. Baxırıq nəyə? X plus 4-ün kvadratı, x plus 4-ün kvadratı. Bu hər zaman nədir? Kvadrat hər zaman müsbətdir. Yəni sıfırdan böyük bərabərdir. Deməli, burada x-imiz 2-dən böyük bərabər olmalıdır. 2-dən böyük bərabər. Bir də x -4. Bax, bunu saymağı unutmuşdum. X -4 burada həldir. -4. X burada deməli 2-dən böyük bərabər olmalıdır ki, bura mənfi olsun. Mənfi də buna vuranda nəticə mənfi olacaq. Burada -4-ü unutmuşdum. İndi birincidə yenə eyni şəkildə x-imiz 8-dən kiçikdir. Bir də x 4 ola bilməz. Bunun həlli də olacaq nə? Bunun da həlli olacaq mənfi sonsuzluq 4 birləşir 4 8-ə. İndi baxaq. Bu ikisinin kəsişməsi. Bu sualda məncə cavabda problem var. Mən düz yazmışam məncə. Bu şəkildə verilmişdir. Sualda məncə cavablarda problem var. Mən 5 yazmışam, ya 5 görünür. Ya da burada işarələrdən hansı birini səhv yazmışam. Nəysə, keçək həllə. Deməli, x 2-dən böyük bərabər olmalıdır. Bir x -4. Deməli, bunun da həlli 2 müsbət sonsuzluq. Bununla kəsişəndə 2, 8 birləşir bir də -4-ün özü.
Tam həllərin sayını soruşurdu burada. Tam həllərin sayı. Mənfi 4-ün özü. Bir baxım yenə də. Mənfi 4. Bəli, burada 2 idi, 3-dür, 4-dür, 5-dir, 6-dır. Bu sual tam bir xatlamıram. Ola bilsin ki, burada açıq idi. Nəysə, belə bir sual vardı. Sadəcə burada bir diqqətsiz bir şey eləmişdim. Yəni bu sual tam yadda qalmadı. Burada nəysə problem var. Tam yadda qalmayıb, ona görə bunu keçirəm. Burada limit sualı. Limit sualı buna aid çox qısa bir qayda deyəcəm. Bunu neçə il istifadə edirəm. Burada x sonsuza yaxınlaşdığı üçün mütərizənin içərisinin limiti olacaq 1, sürətin limiti olacaq sonsuzluq. Bu şəkildə baxın, ancaq buna aiddir. Bax, bu tipdə olanda belə bir şey alınırsa, mən nə edirəm həmişə? Daha rahat yolu. 2x plus 1 bölünsün 2x çıx 3-dən 1 çıxıram. 1 çıxıram. Nəticəni vururam qüvvətə. Bu xarici ədəbiyyatlarda görmüşdüm. Hansısa bir kitabda görmüşəm vaxtında. Oradan yadıma qalıb. Deməli, burada orta məxrəc 2x çıx 3. Sürətdə alınır 2x plus 1 çıx 2x çıx 2x plus 3. Vurulsun x plus 1 bölsün 2. 2x'lər getdi. 4 alınır, 4 tane 2 gedir. Sürətdə alınır 2x plus 2 bölünsün 2x çıx 3. İndi bunun limitini hesablayacağım. Limit yazıram qabağına. X sonsuza gedir. Bunun limiti təbii ki, nədir? Burada 1'ə bərabərdir. Və cavabımız da olacaq y üstü 1. Axırda bu aldığımız bu cavabı y'nin qüvvəti olur. Cavab olacaq y. Bu şəkildə yaza bilərik. Və yaxud da fərqli formalar necə yazacaq? Sürəti belə yazıram. 2x çıx 3 plus 4 bölünsün 2x çıx 3. Bu da bərabərdir. 1 üstə gəl 4 bölünsün 2x çıx 3. Bu da məlum məsələ. Olacaq y üstü 4 bölü 2 vurulsun 2'də 1. Yəni buradakı 2'də 1'dir. İkisinin əmsalı 2'də 1'dir. Olacaq y üstü 4'də 4. Cavab olacaq y. 12-ci sual. Yəni üstü funksiya verilib, bizdən onun qiymətli olmasını soruşur. Əvvəlcə nəyə baxırıq? Burada kvadrat 3 ədli verilib. 23 çıx 4x çıx x kvadrat. Məlum məsələ, bu ən böyük qiymət alır. Bunun ən böyük qiymətini tapaq. Mənfi x kvadrat çıx 4x plus 23. Belə yazaq əvvəlcə. Bunu yazırıq mənfi x kvadrat plus 4x plus 4 plus 27 də qıraqda yazırıq. 27. Bu bərabərdir. Mənfi x plus 2'nin kvadratı plus 27. Deməli, ən böyük qiyməti 3 olacaq. Hələ buradakı əmsalı boş verirəm. Bu mənfini boş verirəm. Onda bu funksiyanın ən böyük qiyməti mənfini boş versəm 2 üstü kub kök altında 27 olacaq. Yəni 2'nin kubu 8. Ən böyük qiyməti 8. İndi bu üstü funksiya olduğu üçün nəticəsi mənfi ola bilməz də. Yəni 0, 8 olacaq da. Yəni dəyişən qüvvət üstündə olduğu üçün 0, 8. İndi əmsalı mənfi olduğu üçün yəni bunu mən mənfiyə vurmalıyam da. Olacaq mənfi 8, mənfi 8, 0. Yəni doğru cavabımız bu şəkildə olacaq. 13-cü sual. Burada baxan kimi görünür ki, əvəzləmə tapmaq lazımdır burada daha rahat tapmaq üçün. Loqaritm 3'dən x plus 1'ə bir dənə a deyirəm. Loqaritm 3'dən 2x plus 1'ə də bir dənə b deyirəm. Nə alınacaq? 3a kvadrat çıx 4ab plus burada əmsalda nəsə unudulub burada. Yoxsa yox elədir. Plus b kvadrat bərabərdir nə? 0. Bu da tam bu şəkildə idi. 3a çıx b, a çıx b deməkdir. Və bu şəkildə də idi. Bəli. B bərabərdir 3a və a bərabərdir b-yə. İndi bir dəfə bərabərləşdirəcəm bir-birinə. Birinci bunu yazacaq. Loqaritm 3'dən x plus 1 bərabərdir
loqaritm 3'dən 2x plus 1. Deməli, x plus 1 bərabər 2x plus 1'ə. Buradan alınır x 0. 0 da burada yerinə qoyanda ödür. Heç bir problem yoxdur. Bu kökdür. Keçir digərinə. B bərabər 3a. B 3a'ya bərabərdir. Onda yazıram. Loqaritm 3'dən 2x plus 1 və 3a'ya. 3 vurulsun loqaritm 3'dən x plus 1'ə. Buradan çıxır loqaritm 3'dən 2x plus 1 bərabər loqaritm 3'dən x plus 1'in kubu. 2x plus 1 bərabərdir. X'in kubu üstəgəl 3x kvadratı üstəgəl 3x plus 1. Birlər gedir. Alınır x'in kubu üstəgəl 3x kvadrat üstəgəl x bərabər 0. X'in mütərizə xaricinə çıxarsam x kvadrat plus 3x plus 1 bərabər 0. Yenə burada kökün biri 0'dır. Şimdi baxır bura. X kvadrat plus 3x plus 1 də olmalıdır 0. Kvadrat tane diskriminantı hesablasaq b kvadrat 4ac. Yəni 9 çıxılsın 4 olacaq nə? 5. Köklərin biri mənfi 1, mənfi 1 ilə mənfi 3 plus kökdə 5 böl 2'ya böl 2 olacaq. X2 də bərabərdir. Mənfi 3 çıx kökdə 5 böl 2. İndi bu köklərdən məsələn bu ikincisi ödəmir. Niyə? Gətirib burada yerinə yazanda məsəl üçün burada bizə nə verib? Burada x plus 1 verilib də. X plus 1. Yəni ödəmədi. Bu ödəmir. Amma yuxarıdakı ödəyir. Yuxarıdakı mənfi 3 plus kökdə 5 böl 2 ödəyir. Bu ödədiyi üçün deməli həm 2x plus 1'i ödəyir, həm bu müsbətdir, həm də x plus 1 də müsbətdir. Yəni bunda. Ona görə bu ödədiyi üçün kökün biri budur, biri də 0'da. Kökləri cəmi də elə olacaq. Mənfi 3 plus kökdə 5'in yarısı. Yəni doğru cavabımız da bu şəkildə idi. 14-cü sual. Deyir fx cüt, cx tək. 0'dan 5'e fx 12 olarsa bizdən bu ifadəni soruşur. Nəyə bərabərdir? Bunu belə yazırıq. Mənfi 5'dən 5'e 2fx dx üstəgəl mənfi 5'dən 5'e hx dx üstəgəl mənfi 5'dən 5'e 4 dx. İndi buna nəyə baxırıq? Fx cütdür və cx də təkdir. Cx təkdirsə burada da hx yazmışam. Burada qarışdırmışam burada. Burada yazıb səhv yazmışam. Baxın burada yuxarıda. Onu düzəldim. Davam edəcəyik. Burada cx-dir. Cx. O zaman burada da cx yazmalıyım. Cx təkdir. Cx təkdirsə bunun nəticəsi əmsalı da var burada 3. Cx təkdirsə bunun nəticəsi nə olur? Nəticəsi cüt. Cüt olanda integralın yəni nəticəsi cütdür. Cüt olanda sərhədlər də bir-birinə əksi olduğu üçün nəticə 0'a gedəcək. 0'a gedəcək. Amma fx cütdür, nəticəsi təkdir. Ona görə bunu bu şəkildə yaza bilərəm. 2 vurulsun 0'dan 5'e 2fx dx yaza bilərəm. Üstəgəl burada da eyni şəkildə 2 vurulsun 0'dan 5'e 4 dx yaza bilərəm. Şimdi 2 qabağa çıxır. 4 vurulsun 0'dan 5'e fx dx üstəgəl 2 vurulsun 4x 0'dan 5'e. 0'dan 5'e fx dx verib 12. 4 vur 12 üstəgəl. Burada 5 qoysaq bəhs edir. 0 qoyanda 0'a gələcək. 5 qoyanda da burada alınır 40. Cavab da 88. Cavab da bu şəkildə verilmişdir. 88'e bərabər. Növbəti sualımız belədir. Deyir y bərabərdir x kvadrat çıxı 2x funksiyasının qrafiki verilib. Rəngli hissələrin sayıları bərabərdir deyir.
Emin soruşur. M'dən müsbət vermişdi. Bunu biraz böyüdüm, daha rahat görünsün diye. Deməli, funksiya qrafik verilib. Ya burası 0'dır, bura 2'dir. Bu iki rəngli hissənin sahəsini soruşur. Birinci rəngli hissə, baxın 0'dan 2'ye yazırıq. X kvadrat çıx 2x dx. Amma bu integralın cavabı mənfidir. Mənfi olacaq qabaqdan mənfi yazmalıyım ki, sağa müsbət olsun. Bərabər. Çünki apsilon aşağıda yerləşəndə mənfi çıxır. Bərabər nəyə? 2'dən m-ə, 2'dən m-ə. Yenə x kvadrat çıx 2x dx. Məsələn, buradan m-i tapmalıyıq biz. M-i. İndi bax, gör nə alınır. Mən bu hissəni qaytaram geri təzədən. İndi yazıram. Mənfi. X qat integralı x kub bölü 3. 2x integralı x kvadrat. 0'dan 2'ye bərabərdir. X kub bölü 3 çıxılsın x kvadrat. 2'dən m-ə. Gör nə alınır. 0 qoyanda 0'a gedəcək. 2 qoysaq mənfi 3'də 8 plus 2 qoyanda 4. Sağ tərəfdə m qoyanda 3'də m kub çıx m kvadrat. Çıxılsın 2 qoyanda 3'də 8 3'də 8 çıx 4. İndi bax, gör nə alınır burada. Mənfi 3'də 8 plus 4 bərabərdir. M kubu bölü 3 çıx m kvadrat çıx 3'də 8 plus 4. Baxın. Deməli, bura 0'a getməlidir. Yəni, bu isə 0'a getməlidir. Bu isə 0 olmalıdır ki, doğru bərabərlik alınsın. Deməli, m kubu bölü 3 çıx m kvadratı olmalıdır 0. Hər birini 3'ə vursam, m kub çıx 3m kvadratı bərabərdir 0'a. M kvadratını çıxardan bir tərəzə xaricində m çıx 3 bərabərdir 0. M'in bir qiyməti 0'dır, bir qiyməti də 3'dür. Aydın məsələdir. M burada nədir? 3'ə bərabərdir. Yəni doğru cavabımız burada 3'ə bərabərdir. Növbəti sual. Binomun açışında tam ədədi tapın. Tam ədədi. Yəni tam həddi tam ədəd olanı soruşur da bizdən. Deməli, o olsun k plus birinci hədd. K plus birinci hədd nə deməkdir? Kombinizon 10'dan k kub köşdə 2 üstü 10 çıx k 1 bölü köşdə 2 üstü k'ya bərabərdir. Bizdən bunu soruşur. Nə bərabərdir? Yəni kombinizon 10'dan k vurulsun. Bunu yazıram 2 üstü 10 çıx k bölü 3 vurulsun. 1 bölünsün 2 üstü k bölü 2. Yəni bunlar ixtisar getməlidir ki, tam ədəd alınsın. Ona görə də qüvvətlər eyni olmalıdır. Yəni bununla bu eyni olmalıdır ki, ixtisar getsin. 10 çıx k'nın 3'ə nisbəti bərabərdir k'nın da 2'ə nisbəti. Çarpaz vursaq 20 çıx 2k bərabərdir 3k'ya bərabər. 5k bərabərdir 20'yə. K alınır 4. K 4. Deməli, kombinizon 10'dan 4. Digər hissələr onsuz da ixtisar gedəcək. K4. Vurulsun məsələn, lap yazın bunu. 2 üstü 2 vurulsun 1 bölü 2 üstü 2. Kombinizon 10'dan 4 edir. Bunu da hesablasaq 210 çıxırdı. Yəni doğru cavab burada 210'a bərabərdir. 17-ci sual. Maraqlı sual. ABC üçbucağında A təpəsindən çəkilən AD parçası BC tərəfini BD böl DC 2 bölü 1 nisbətində bölür. C təpəsindən çəkilən CE medianı AD parçasını hansı nisbətdə bölər deyir. Maraqlı sualdır. Çətin sual deyildi. Deməli, A, B, C. İndi bu olsun bizim AD parçası. Bura A'dırsa, burada A'dır. Burada 2 A'dır. Çünki 2'ni 1'ə nisbətlə bölünür. İndi C'ye medianı. Bu da olsun C'ye medianı. Median nə edir? Tərəfi yarıya bölür. Mən burada nə edim? Burada Y nöqtəsindən BC-yə paralel bir xətt keçirirəm və AD ilə kəsişdirirəm. Buna K deyirəm. Və yaxud da F deyək. YF daha rahat, daha gözəl səslənir. YF. İndi
YF BC paralel olacaq şəkildə çəkmişəm. Ona görə də Y paralel olduğu üçün F də orta nöqtədir. F orta nöqtə olacaq. F orta nöqtə olduğu üçün Y ABD-nin orta xəttidir. Deməli burada A olacaq. Burada A. İndi baxırıq. Bu bucaqla bu bucaq bərabərdir. İndi Y BC paralel olduğu üçün bu bucaqla bu bucaq daxil çarpaz bucaqdır. Bu bucaqla da bu bucaq daxil çarpaz bucaqlardır. Baxır ki, bucaqlar eynidir. Bir də bu bucaqların qarşısındakı bir tərəf də eynidir. Deməli bunlar kongruent üçbucaqlardır. Kongruent üçbucaqlardır. Ona görə də bu Y bucağın qarşısına mən X desəm, Y bucağın qarşısına mən X desəm, eyni bucaq C bucağıdır. Onun qarşısı da X olacaq. F orta xətti. F orta nöqtə olduğu üçün F-də 2x-dirsə, AF-də 2x olacaq. İndi bizə nə soruşur? Soruşur. Burada K deyim. Bizdən soruşur. AK böl KD nisbətini soruşur. AK 3x bölünsün x. Olacaq 3-ün 1-ə nisbəti. Yəni doğru cavab burada 3-ün 1-ə nisbətində idi. Növbəti sual. Bərabərsizlik ödəyən tam ədədlərin cəmini soruşur. Baxın, bu sual çox qəşəng sualdır. Burada diqqətli olmaq lazımdır. Deməli, sürət kökaltı funksiyadır. Kökaltı funksiya aydın məsələdir ki, həmişə nədir? Onun nəticəsi böyük bərabər 0-dır. Böyük bərabər 0. Yəni dərəcə cüt olduğu üçün buna görə. Məxrəc x kvadrat çıx 4x çıx 5. Bu mənfi olmalı ki, nəticə mənfi olsun. İndi sürətdə birinci nəyə baxırıq? Bunda mənası olması lazım. Yazıram onu qıraqda burada. 4 çıx 8x çıx x kvadrat böyük bərabər 0. X kvadrat plus 8x 8. Bunu səhv yazıblar. Burada yenə nəysə səhvlik var. Burada yenə səhvlik var. Səhvlik deyəcəm necədir? Deməli 8 idi məncə. Burada 8 idi. Burada 8 idi. Burada 2 idi. Belə bir şeydir. Ya da 8 müsbət 2-dir. Bu şəkildə bir şeydir. Bunu tam yaddır. Bir neçə məndən yadda sualları müzakirə edib yığmışıq. Burada belə bir şey olmalıdır. Deməli 8 çıxılsın 2x çıxılsın x kvadrat böyük bərabər 0 olmalıdır. X kvadrat plus 2x plus 2x çıx 8 kiçik bərabər olmalıdır 0. 0. İndi baxaq. Bax bu şəkildə idi. X plus 4 x çıx 2 kiçik bərabər 0. Yəni x-imiz yerləşir burada 2-lə mənfi 4 arasında. 2-lə mənfi 4 arasında. İndi baxaq. Bunu da həlləsək x çıx 5 x plus 1 olacaq. Bunu da həlli yerləşir. X yerləşir 5-lə mənfi 1 arasında. Bunları kəsişgəndə olacaq mənfi 1 kiçikdir x. O da kiçik bərabər 2. Baxın, çox qəşəng sualdır burada. Baxın, normal kəsişdirdiyi həll budur. Həll budur. Amma mənfi 4-ün özü ayrıca bir həldir. Mənfi 4-ün özü də ayrıca bir həldir. Tam ədədlərin cəmi soruşur. Mənfi 4 üstəgəl bir də buradakı həllər. 0, 1, 2. Cavab olacaq mənfi 1. Cavabda mənfi 1 verilmişdir. Mənfi 1 verilmişdir bu şəkildə. Sualı düzəltdik. Sualda artıq problem yoxdur. %100 bu şəkildə idi. Cavabda mənfi 1 alınırdı. 19. Sada sualdır. Sada bir-birinə vururuq və sonra iş bitir. M üstəgəl 1 bölünsün n. Vurulsun n üstəgəl 1 bölünsün m. Bərabərdir 5 vurulsun 3. M'in üstəgəl 1 üstəgəl 1 üstəgəl 1 bölünsün m'in. Bərabərdir 15. M'in üstəgəl 1 bölünsün m'in bərabər nəyə? 13'e. Yəni burada doğru cavab 13'dir. Burada tanjins x tənliyinin baxın bu tənli verilib. Sinus x vur kosinus x kiçik 0 şərtini ödən həllini soruşur. Burada mən nə edim? Əvvəlcə sürəti də məxrəci də kosinus x-ə böldüm. Alınır 1 çıxsın tanjens x 1 plus tanjens x bərabər tanjens x-ə. Təbii ki burada tanjens x-imiz mənfi 1 ola bilməz də.
Tangent x'imiz -1 olsa məxrəc sıfıra gedəcək. Tangent x'imiz -1 ola bilməz. O şərtdə yazdım. Şimdi buradan alır 1 çıxsın tangent x bərabərdir tangent x plus tangent kvadratı x. Tangent kvadratı x üstə gəlir 2 tangent x bərabərdir 1. Hər tərəfə 1 əlavə eləsəm sol tərəfdə alınacaq tangent x plus 1'in kvadratı bərabərdir 2. Tangent x plus 1 bərabərdir köşdə 2'yə. Bir de tangent x plus 1 bərabərdir mənfi köşdə 2. Tangent x bərabərdir köşdə 2 çıx 1. Tangent x bərabərdir mənfi köşdə 2 çıx 1. İndi bizə deyir ki, sinus x vur kosinus x. Sıfırdan kiçikdir şərtini ödəyən. Sıfırdan kiçiksə deməli, biri müsbətdir, biri mənfidir. Biri müsbət, biri mənfidirsə tangent mənfi olacaq. Tangent mənfi olacaqsa deməli həll budur. Bu həll olmayacaq. Burada müsbətdir. Və həllimiz budur. Onda x bərabərdir arctangent mənfi köşdə 2 çıx 1 plus pk. Həllimiz də bu şəkildə verilmişdir. Növbəti sualımız. Sualın qrafiki verilməmişdir. Qrafiki özüm çəkmişəm ki, izahatlar problem olmasın. Daha rahat görünsün deyə. İndi baxın, deyir ki x kvadrat çıx 3x plus 4 modul funksiyası bərabərdir a çıx 2,5 tənliğinin 4 sayda kökü var. A-nın tam qiymətlərinin sayını soruşur. Bura ayrıca bir funksiya kimi baxıram və qrafikdə bu şəkildədir. Burada ayrıca bir funksiyadır. A da sabitdir. Sabit olursun, sadəcə sabit funksiya. Sabit funksiyasının qrafikdə A psixona paraleldir. Bu şəkildə paralellərdir də. Baxın, burada hal-hazırda 2 dənə kök var. Buradan çəksəm, yenə nədir? 2 dənə kök var. İndi 4 kökü var. 4 kök olması üçün baxın, birdən çəksəm, 3 dənə kök olacaq. 3 dənə kök. 1, 2, 3. A psixo üzündən də, yəni buradan çəksəmsə 2 dənə kök olacaq. A psixo nə deməkdir? Y bərabər 0 düz xətti deməkdir. Bir də y bərabər 1 düz xəttir. Bu y bərabər 1 düz xəttidir, y bərabər 0 düz xəttidir. Burada 2 dənə kök var. Burada isə 3 dənə kök var. Amma ikisi arasında isə, baxın görünür burada, istənilən yerdə 4 dənə kök var. Deməli, a çıx 2,5 1 ilə 0 arasında yerləşməlidir. Burada alınır 2,5 kiçikdir a, kiçikdir 3,5. A-nın qiyməti 3'dür. A-nın qiyməti 3'dür. A-nın tam qiymətlərinin sayını soruşur. Yəni cavab olaraq burada 1'dir. Növbəti sual, sada sualdır. Fx bərabərdir. Funksiyası verilib. 2 nöqtəsində çəkilmiş toxunanbucağı misalı. Toxunanbucağı misalı k bərabərdir. F törəmə x sıfıra. K bərabərdir. Törəməsini alanda neçə edir? 6x çıx 4. X sıfırda verib 2. 6 vur 2 çıx 4. Yəni 12 çıx 4 cavab olacaq 8. Doğru cavabımız 8'ə bərabərdir. 23. Əddi silsilədə ilk 11 hədlə ilk 8 həddin cəminin, yəni fərqini verib 114. İlk 11 həddin cəmi çıx ilk 8 həddin cəmi. Deməli ki 11 həddin cəmindən ilk 8 həddin cəmini çıxanda A11, A10, A9 qalır. Bərabərdir 114. Bu ikisinin yerinə yaza bilərəm 2A10. Yəni bu 2A10 deməkdir. Onda alınacaq 3A10 bərabər 114'ə. A10 bərabər neçə? 38. İndi ilk 4 həddin cəmindən ilk 3 həddin cəmi çıxanda 4-cü həddi verir də. O da verib 8. Bunları da çıxsaq alınacaq 6D bərabərdir 30 və D alınacaq burada 5. Yəni doğru cavab burada 5'ə bərabərdir. 24. Həndəsi silsilə təşkil edən 3 müsbət ədədin cəmi 39'dur. Bu ədədlərin 3 əsasdan loqaritmləri cəmi 6 olarsa, silsilə vurğunun kiçik qiymətini tapın. Deməli, A, B, C. Bunlar həndəsi silsilə təşkil edir. Bunların cəmi A plus B plus C-ni verib 39. Sonra deyir ki, loqaritm 3 əsasdan A, loqaritm 3 əsasdan B, loqaritm 3 əsasdan C bərabər nəyə? 6'ya. Əsaslar eyni olan zaman, toplayan zaman əsas yerində saxlayıb
Loqaritm 6 ifadanın hasını tapırıq. ABC bərabər 6. Deməli ABC nədir? 3 üstü 6'dır. 3 üstü 6. Biz bilirik ki, bu hənəsizli olduğu üçün B kvadratımız nədir? AC bərabərdir. Onda alınacaq B kub bərabərdir 3 üstü 6'ya. B də bərabərdir. B kub bərabərdir 3'ün kvadratının kubu. Yəni B bərabərdir 3'ün kvadratı, yəni 9. B 9. B 9 və AC. AC. Deməli A ilə də C-nin cəmi neçə olacaq? 30 olacaq. Cəm 30. Cəm 30 A vur C də bərabər neçə? 81. Baxın, cəm 30, cəm 30. Hansı 81 nədir? 3, 27 və yaxud da 27, 3 ola bilər. Ona görə də baxın, bu şəkildə olacaq. 3, 9, 27. Bir də 27, 9, 3. Burada Q 3'tür. Burada Q ise 3 də 1'dir və cavabı da bu şəkildə verilmişdir. 0'dan dövrdə 3. Silsilə vurğunun kiçik qiymətini soruşur. Doğru cavabımız 0'dan dövrdə 3'ə bərabərdir. Növbəti sual məhlula aid sualdır. X litr 40% məhlulu ilə 30 litr Y faizli məhlul qarışdırılır və 40% məhlul alınır. X plus Y 60 olarsa Y çıxı X'i soruşur. X'in 40%, üstəgəl 30'un Y faizi. Məhlulları qarşıladım. X litr buradadır, 30 litr buradadır. Bərabərdir. X plus 30'un neçə faizidir? 40 faizidir. Bunlar getdi. İndi hər birində 10'a bölsəm 4x üstəgəl 3y bərabər alınır. 4x üstəgəl neçə? 120. Bunlar getdi. 3y bərabərdir 120. Y alınır 40. X, Y cəmini 60 verir. Y 40 olduğu üçün x'imiz də olacaq neçə? 20. Y çıx x fərqini soruşur. 40'dan da 20 çıxanda nəticə olacaq 20. Doğru cavab 20'ye bərabərdir. Növbəti sual. Sərnişin avtobus ilə A məntəqəsindən keçəndə əks istiqamətdə gedən dostunu görür. Bir dəqiqə sonra sərnişin avtobusdan düşdü və əks istiqamətdə hərəkət etməyə başladı. Yəni mən təqrir yazmışam. Yəni dostun getdiyi istiqamətdə hərəkətə başlayır. Sərnişinin sürəti dostun sürətindən 2 dəfə çox, avtobusun sürətindən isə 5 dəfə azdır. Neçə dəqiqə sonra sərnişin dostuna çatar. Bu A məntəqəsi olsun, bu da dayanacaq olsun. Dayanacaq. İndi sərnişin, dostu, bir də avtobus. İndi deyir ki, sərnişinin sürəti dostun sürətindən 2 dəfə çox. Dostun sürətinə mən V desəm, sərnişin sürəti 2V. Və sərnişin sürəti avtobusun sürətindən 5 dəfə azdır. Və bunun sürəti olacaq 10V. İndi bunu dəqiqədə yazmışam da, dəqiqədə. Deməli, bir dəqiqə sonra bu 10V avtobus bura gəlib, dayanacağa gəlib. Və dostu da gəlib bura. Yəni, hər hansı C məntəqəsində. Dostu bir dəqiqədə V. Yəni, bu da V. Deməli, hal-hazırda dayanacağa düşəndən sonra onlar arasındakı məsafə nədir? 11V'dir. Neçə dəqiqə sonra sərnişin dostuna çatar. Sərnişin sürəti 2V deyil. 2V vurulsun T bərabərdir. 11V üstəgəl V vurulsun T. Yəni ikisi arasındakı məsafə bir də dostluq hərəkət edir axı. T dəqiqədən sonra, demək dostluqda T dəqiqə ərzində T vurub V qədər yol gedəcək. Buradan da alınır ki, V vurulsun T bərabərdir 11V və T buradan alınır 11. 11 dəqiqədən sonra. 27. 20 sayda 12 ədədi, 6 sayda 18 ədədi və 15 sayda 16 ədədi verilib. Yəni, ədədlər elə bil ki, müəyyən datalar verilib, məlumatlar verilib. Yəni 12 dənə, 20 dənə 12 ədədidir məlumatlar bazasında. 6 dənə 18 ədədidir, 15 dənə də 16 ədədi var və medianı soruşur. Burada baxaq, 12 ədədi, sonra 16 ədədi, sonra 18 ədədi. Deməli 12, 16, 18. Kiçikdən böyüyə doğru yazaq. Say yazıram burada. Say 20 dənə burada. 16, 15 dənə burada. 6 dənə burada.
bunları toplayanda, bax, bunları sayıları toplayanda deməli 41 dənə məlumat var. 41 dənə məlumat olduğu üçün, yəni median düşəcək 21-in üzərinə, 21-in üzərinə. Baxın, 20 dənə artıq 12-dir. 21 dənəsi 21-ci element artıq olacaq 16. Ona görə median olacaq 16. Yəni doğru cavab burada 16-ya bərabərdir. Sonra 28-ci sual. Oturacağı 12 olan düzgün dördbucaqlı piramidanın yan tilinin oturacaq müstəvisi ilə əmələ gətirdiyi bucağın tangisi 0,5 olarsa piramidanın həcmini soruşur. Deməli biz burada piramidanı çəkirik. Piramidanı. Bu da onun ağırlıq mərkəzidir. Düzgün piramida oturacaq dördbucaqlı olduğu üçün demək oturacağı kvadratdır və ağırlıq mərkəzi də dinlərin kəsişmə nöqtəsidir. Yan tilin oturacaq müstəvisinə əmələ gətirdiyi bucaq, baxın buradakı bucağı deyir. Buradakı bucağın tangesini verib 0,5. İndi kvadratdır, tərəf 12 olduğu üçün diagonal olur neçə? 12 köşdə 2. Deməli 6 köşdə 2, 6 köşdə 2. Burada h deyirəm. Deməli tangens alfa nəyə bərabərdir? H bölünsün 6 köşdə 2. Yəni 0,5 bərabərdir h bölünsün 6 köşdə 2. H bərabərdir 3 köşdə 2. Piramidin həcmini soruşur. V bərabərdir 3/1 S oturacaq vur h. 3/1 oturacaq kvadratdır, sahəsi 144. H-da 3 köşdə 2. Üstlər getdi. 144 köşdə 2. Yəni cavab da bu şəkildə verilmişdir. Növbəti sual və sualımız belədir. Şəkil verilməmişdir. Şəkili özümüz çəkirik. Yəni düzgün 9 bucaqlı verilib. A, D, C bucağını soruşur. İndi bunun ən rahat yolu nədir? Bu tip sualların ən rahat yolu nədir? Bunların xaricinə çevrə çəkmək. Bunların xaricinə çevrə çəksək, yəni bu şəkildə bir çevrə çəksək, düzgün 9 bucaqlı dediyi üçün bunlar bərabər hissəyə bölünəcək də. Bərabər və hamısı bunlar nədir? Düzgün 9 bucaqlı olduğu üçün tərəflər bərabər. Tərəflər bərabər olduğu üçün bunlar çevrədə vətərdir. Bərabər vətərlər çevrədən bərabər qövs sayılır. 360-da 9-a böləndə 40. Deməli burada hər biri 40 dərəcə olacaq. Bizdən nə soruşur? A, D, C bucağı. Baxın, bizdən bu bucağı soruşur, alfanı soruşur. Bu ADC bucağı çevrədə daxil çəkilmiş bucaqdır və AC qövsünə söykənib. Yəni bura olacaq 2 alfa. 2 alfamız da 80 dərəcə olacaq. Çünki bura 40 dərəcədir, bu da 40 dərəcədir. Onda alfa olacaq 40 dərəcə. Yəni doğru cavab 40 dərəcəyə bərabərdir. Növbəti sual. Diaqonalları 6 və 8 olan romb bir tərəfi üzərində 360 dərəcə fırlanır. Alınan cismin tam səthinin sahəsini tapın. Bu çox qəşəng sualdır. Çox qəşəng sualdır. Amma burada diqqətli olmaq lazımdır. Diqqətli. Hazır şeiplər əslində var idi. Sadəcə mən 2 dənə səhvə açıldığım üçün burada. Təribi çəkməyə çalışacağım burada. A, B, C, D. Bu öz ətrafında fırlanır. Öz ətrafında fırlanır. Deməli, burada nəyə diqqət etmək lazımdır? Burada. Mən buranı birləşdirəcəm bu şəkildə. Bu şəkildə. Buranı da birləşdirəcəm bu şəkildə. Burada elə bir ki, burada. Baxın. Bu tam səthin sahəsini tapmaq üçün burada 2 dənə konsun yan səthi lazımdır bizə. 2 dənə konsun yan səthi. Bir də silindr. Silindrin də yan səthi lazımdır. Deməli, burada radius lazımdır. Radius da rombda burada rombun hündürlüyüdür.
Bunun hündürlüyüdür. İndianlar 6 və 8 olduğu üçün mən burada yazım. Ayrıca İndianlar 6 və 8 olduğu üçün mən həmən buradan tapa bilirəm nəyi? Tərəfi. Deməli 3, 3, 4, 4. 3, 4 Pifaqoran bura 5 çıxır. Bura 5. Pifaqoran bura 5. Onda A vur H. 5 vur H bərabərdir 6 vur 8-in yarısı. H bərabərdir burada 4,8. H 4,8. Bunu bildik. Deməli hündürlüyü bərabər 4,8. Hündürlük də burada nədir? Radiusdur. Radius. Deməli burada nəyə baxırıq? Deməli 2 dənə konusdur. Biri baxın görünür burada. Burada mən bir dənə Y desəm ADY. Baxın buna baxanda ADY 3 bucaqdır. Yəni konusunun ox kəsiyidir. Bir də burada K desəm CBK burada elə bir konusunun ox kəsiyidir. Bizə konusunun buradakı konusunun yan səthləri lazımdır. Bir də ortada qalan silindirdir. O silindrin də yan səthi lazımdır. Ona görə də bura mən R deyirəm. Bura R deyirəm. Yəni burada böyük şey deyə fərq yoxdur. İki konusunun yan səthi olduğu üçün konusunun yan səthi paraleldir. Yəni bura 5'dir. Bura 5. Burada 5. Burada 5. İndi iki konusunun yan səthi olacaq 2 paralel. 2 paralel. Və sindirin yan səthi 2 pi r h. Sindirin hündürlüyü 5'dir. Radius sonsuz dəyişmir. 2 pi. Radius 4,8. 5. 2 pi. Radius 4,8. Təzədən bura 5. Nə alır burada? Deməli 48 pi. Üstəyə 48 pi. Nəticə olur 96 pi. Qəşəng sualdır bu. Bu biraz düşündürücü sualdır. Yəni necə alınır deyə nəticələri yazaq. Bu biraz vaxtımı aldı bu sual. Yəni ən çox vaxtımı demək olar ki bu sualdır. Növbəti sual. Oturacağı bərabər yanlı düzbucaqlı üçbucaq olan düz prizmanın daxilinə radius 2 sm olan kürə çəkilmişdir. Prizmanın həcmini tapın. Bu sual da xeyli vaxtımı aldı. Niyə? Asan sualdır. Sadəcə və sadəcə məsələ nədir? Mən burada oxuyan zaman düzbucaqlı sözünü oxumamışam deyə xeyli vaxtımı aldı. Bəlkə də 10 dəqiqə vaxtımı aldı. Əslində çox asan, sadə sualdır. Dediyim şəkildə düzbucaqlı sözünü oxumadığım üçün vaxtımı aldı bu. Mən daha bunun daxilinə kürə çəkməyəcəm. Çünki onu çəksəm çəkim biraz işgəncə olacaq mənə burada. Yəni daxilinə kürə çəkilibsə elə bil ki, həm də bu oturacağın içinə çevrət çəkilib elə bil ki. Bura 90 dərəcə, bura 90 dərəcə bərabər yanlı deyir. İndi mən bura A desəm, burada A'dır. Burada olacaq nə? A köşdə 2. Niyə bura çevrə çəkdim? Çünki kürə olduğu üçün burada ən böyük kəsiyi də buradan keçir. Eynisi elə bil ki, aşağıdakı həmin çevrə deməkdir. Deməli, radius verib 2. Radiusu 2 verib. Eyni zamanda burada hündürlük olacaq 4. Niyə? Çünki kürə çəkildiyi üçün bütün tərəflərə toxunacaq da. Alt üst oturacağa toxunduğu üçün, alt üst oturacağa, alt üst müstəvilərə toxunduğu üçün ona görə də diametr olacaq. Burada 4 olacaq. Bu heç. İndi mən yazıram. Düzbucaqlı üçbucağın daxilinə çevrə çəkilibsə, radius katetlərin cəmi sıx hipotenuz böl 2 bərabər 2-yə. 2A sıx A köşdə 2 bərabər 4. A-nı çıxardıram buradan. 2 minus köşdə 2 bərabər 4. Onda A nəyə bərabərdir? A bərabər 4 bölünsün 2 minus köşdə 2. Qoşmasına vursaq A bərabər olacaq 4 vurulsun 2 plus köşdə 2 bölünsün qoşmasına vuranda məxrəcdə 2. Yəni A bərabər alınır burada. 4-dən 2 xısa gedir. 2-ni içəri vuranda 4 üstə 2 köşdə 2. Və salam. A-nı tapdıq. Həcmini soruşur. Həcm S oturacaq vur H. S oturacaq da düzbucaqlı üçbucaqdır. Katetlərin H-sının yarısı. Yəni A kvadratı böl 2. Vur H. H nədir məndə? H da 4'dür. Vur 4. Yəni 2A kvadratı. 2 vurulsun A kvadrat. Bunun kvadratı 16. 16 köşdə 2. Üstə gəl 8.
2 vurulsun 24. Üzeri 16 köşdə 2. 8'de çıxarsaq 16 vurulsun 3 plus 2 köşdə 2. Cavabda bu şəkildə verilmişdir. Yəni bu suallarda problem yoxdur. Növbəti sual, ehtimal sualına aid qəşəng sualdır. Deyir ki, 12 nəfər arasında Banu və Həsən var. 3 nəfər təsadüfən seçiləcək. Seçilənlər arasında Banunun olmaması, Həsənin isə olması ehtimalı. Deməli, kombinezon 12-dən 3. Bu bütün halların sayıdır. Yəni 3 nəfər seçməliyəm də. Bütün halların sayıdır. Artıq Banunun olmaması. Deməli, Banunu orada saymamalıyam. Amma Həsəni saymalıyam. Həsən artıq var. Deməli, Banunu saymasam alınır 11 nəfər. Əlifşaların sayını tapmalıyam. Artıq Banu oradan çıxardıram ki, digər 3 nəfərini seçin. Banu yoxdur. Və deyir, Həsən də var. Həsəni artıq bilirəm. Həsən də var. Həsən də çıxardıram 10 nəfər. Deməli, Həsən olduğu üçün artıq 2 nəfər seçməliyəm. Deməli, kombinezon 10-dan 2. Bu da bərabərdir. Deməli, 10 vur 9, 2 vur 1, 12 vur 11 vur 10, bölünsün. 12, 11, 3 vur 2 vur 1. 2 birlər getdi. Onlar da getdi. Sürətdə 9. 12'nin 3'e bölündü 4. 4 dəfə 11. Yəni 9 böl 44. Doğru cavabımız da bu şəkildə verilmişdir. 30-cu sual. 2 həkim, 2 müəllim, 2 polis və 2 mühəndis dəyirmi masa ətrafında əyləşib. Eyni peşə sahiblərinin yanaşı oturması ehtimalını soruşur. İndi bütün halların sayını tapa birinci. Yəni cəmi neçə nəfər var? 8 nəfər. 8 nəfər dairəvi masada 7 faktorial qədər yer dəyişəcək. Bu bütün halların sayıdır. Yəni bütün qarışıq, bütün halların sayı 7 faktorialdır. Eyni peşə sahibləri yanaşı olsun deyir. Ona görə mən bunları birləşdirəcəm də. Elə bir ki, bir həkim, bir müəllim, bir polis, bir mühəndis. 4 nəfər. 4 nəfər dəyirmi masa ətrafında 3 faktorial qədər yer dəyişir. İndi həkimlər öz aralarında, müəllimlər öz aralarında, polislər öz aralarında, mühəndislər də öz aralarında yer dəyişə bilər. 2 faktorial, 2 faktorial, 2 faktorial, 2 faktorial. Bu da bərabərdir. 3 faktorial yazıram 6. Burada neçə edir? Bunları da vuranda 16 edir. 16. Bunda yazıram 7 vur 6 vur 120 yazıram. 120. Elə bir ki 7 vur 6 vur 5 faktorial bu şəkildə. İxtisar getdi. 16'dan 128'e sarılır. Burada 2, burada 15 ve 2 bölünsün 105. Yani cevap da bu şekilde verilmiştir. 105'te 2. Növbəti sual. Diagonalların nisbəti 3, 4 və sahəsi 96 olan romb kiçik BD diagonalı boyunca elə ki qatlanmasından alınan ABD və CBD müstəviləri arasındakı ikiyüzlü bucaq 120 dərəcə olarsa A və C nöqtələri arasındakı məsafəni soruşur. İndi baxaq. Bu da sadə sualdır. Bu çətin deyil. Bu rahat sual idi. O birisini çətin, bu rahatdır. A, B, C, D. Bu BD diagonalı. Hətta bunu mən uzadacağım bu şəkildə. Elə ki, BD diagonalı ərzində bir şey qatdalanır. Deməli, diagonal nisbəti 3, 4. Mən sahəsində verib, bu 96 verib. Onda yazıram 3K vur 4K'nın yarısı bərabər 96. Buradan alınır 6K kvadrat bərabər 96'ya. 6K kvadrat 96. 6K kvadrat 96 olduğu için K kvadrat neçə çıxacaq? 16. Deməli K olacaq 4. K 4 ise deməli diagonalın biri 12'dir. Biri neçədir? 16'dır. 12, 16. 12, 16 olduğu için burası 8, burası 8. Bura 6, bura 6. İndi bunu qatdalayanda belə deyim. Elə bir ki, ABD və CBD müstəviləri elə ki, qatlayanda elə bir ki, belə bir üçbucaq alınacaq. Ortada. Burada mən O desəm. A, O, C. Burası 8, burası 8, burası 120 dərəcə. Bizdən də AC-ni soruşur. 8 köşdə 3. Məsələn, doğru cavab 8 köşdə 3'e bərabərdir burada. O şəkildə verilmişdir cavab. 35. Ədədin tək natural bölənlərinin sayı 5 olarsa, A-nın ən kiçik qiymətini tapın soruşur.
Tək natural bölünənlərin sayını soruşduğu üçün 2-nin bütün qüvvətlərini silmək lazımdır orada. Yəni 3 m-i saxlamaq lazımdır. 3 m. Natural bölünən sayı qüvvətlərin üzərinə 1 gələcək. Əvvəlcə 5-ə. M alınacaq 4. Deməli A olacaq 2 üstü n, 3 üstü 4. M-in naturaldır. Ən kiçik qiymət soruşduğu üçün n-in də yerinə mən 1 yazsam 2 vur 81, 162. Yəni cavab 162-yə bərabərdir. Burada deməli sürətli belə yazıram. Sinus kvadratı alfanın kubu üstəgəl kosinus kvadratı alfanın kubu sıx 1 bərabərdir. A kub plus B kub. Sinus kvadratı alfa, kosinus kvadratı alfa, sinus 4-cü qüvvətdən alfa, sıx hasilləri plus kosinus 4-cü qüvvətdən alfa, bir də sıx 1 bərabərdir. Birinci mütərizə 1 eləyir. Və ikinci mütərizə, bunları da bu şəkildə yazıram. Bu ikisi, yəni sinus 4-cü qüvvətdən alfa, kosinus 4-cü qüvvətdən alfa. Cəmlərini yazıram. Sinus kvadratı alfa plus kosinus kvadratı alfanın kvadratı çıx 2 misli. Çıx 1 misli də buradadır. Yəni çıx 3 sinus kvadratı alfa, kosinus kvadratı alfa. Çıx 1. Bu da bərabərdir. Bura 1 olduğu üçün 1 çıxılsın. 3 dənə sinus kvadratı alfa, kosinus kvadratı alfa çıx 1. Birlər gedəcək. Mənfi 3 sinus kvadratı alfa, kosinus kvadratı alfa. Bu sürətdir. Məxrəcdə sinus kvadratı alfanı çıxartsam mütərizə xaricinə. Qalacaq sinus kvadratı alfa çıx 1. Bu da nə deməkdir? Mənfi kosinus kvadratı alfa deməkdir. Qalacaq mənfi sinus kvadratı alfa, kosinus kvadratı alfa. İndi sürətdə mənfi 3 dənə sinus kvadratı alfa, kosinus kvadratı alfa bölünsün məxrəcdə mənfi sinus kvadratı alfa, kosinus kvadratı alfa. Cavab olacaq neçə? 3. Yəni doğru cavab burada 3-ə bərabərdir. 37. Bu tip sual var idi. AB hasilini soruşurdu. Yəni bu tip sual dediyim, yəni eynisidir. Baxırıq ki, yəni sol tərəfdəki çox hədli x kvadrat çıx 1-ə tam bölünür. X kvadrat çıx 1-ə tam bölündüyü üçün deməli x çıx 1-ə də bölünür, x plus 1-ə də bölünür. X çıx 1-ə bölünürsə, yəni sol tərəfdə x-in yerinə bunun kökü qoyanda 0-a getməlidir. X-in yerinə 1 yazanda 1 çıx 2 plus a plus b bərabərdir 0. X plus 1-ə bölünürsə, tam bölünürsə, x-in yerinə mənfi 1 yazsa yenə 0-a gedəcək. Mənfi 1 plus 2 çıx a plus b bərabərdir 0. A-nın tənliklər sistemi. Toplasaq b 0 alınır. B 0-sa, b yenə 0 yazsaq a da alınacaq 1. A vuraq b hasil olacaq 0. Yəni doğru cavab 0-a bərabərdir. Növbəti mənfi 1,9 nöqtəsindən çevrəyə qədər ən qısa məsafəni soruşur. Ən qısa məsafə. İndi bu çevrəni belə yazırıq. X kvadrat çıx 8x üstəgəl 16 y kvadrat plus 6y plus 9 bərabərdir. 4 yazmalıyam. 16-dan 9-un cəmi 25-dir, amma burada 21-dir. Yəni çıx 4 yazıram, 4-də sağa keçirdirəm. X çıx 4-ün kvadratı üstəgəl y plus 3-ün kvadratı bərabər nəyə? 2-nin kvadratı. Deməli, mərkəzi 4 mənfi 3, radiusu 2 olan çevrədir. Bunu da çəkəndə, bunu mütləq çəkmək lazımdır. Mərkəzi 4 mənfi 3. 4 mənfi 3 arası burada bir yerdə olsun. Mərkəz 4 mənfi 3. 4 mənfi 3. Nöqtəni də verib burada bir yerdə. Mənfi 9. İndi bu nöqtənin çevrəyə qədər ən qısa məsafəni soruşur. Ən qısa məsafə yəni buranı soruşur. Mən bura bir dənə K deyim. Bura B, burada A deyim. AK məsafəsini soruşur. Mən AB məsafəsini tapacağım. İki nöqtə arasındakı məsafə. AB məsafəsi bərabərdir. Kök altında x-lərin fərqi mənfi 5-in kvadratı. Y-lərin fərqi isə 12-nin kvadratı. Bu eləcək 13. 13-dən də radiusu çıxacam. Bura radius 2-dir. 2-ni çıxacam 11. Ən qısa məsafə 11-ə bərabərdir. Yəni doğru cavabımız bu şəkildədir. Növbəti sual. Bu hissəsi tam yadında qalmayıb, amma elə elədim ki, cavabına eyni çıxsın. Deyir ki, funksiyanın təyin oblasına daxil olan təməllərin cəmini soruşurdu. Burada nəyə fikir veririk? Burada
Mənfi 2x plus 4 sıfırdan böyük olmalıdır. Sıfır da ola bilməz. Çünki mərkəzdə olduğu üçün. Yəni x-imiz 2-dən kiçik olmalıdır. Burada da x plus 3 böyük bərabər 0. Yəni x böyük bərabər mənfi 3. Bir də x-imiz mənfi 1 ola bilməz. Ona görə cavabımız olacaq mənfi 3 daxil. Mənfi 1 daxil deyil. Birləşir. Mənfi 1, 2. Mənfi 1, 2. Tam ədədlərin təyin olunmasına daxil olan tam ədədlərin cəmini soruşuldu. Mənfi 3, mənfi 2, 0, 1. Cavabda mənfi 4. Soruların izahı bu qədər. Kanala abunə olmağı və videoları bəyənməyi unutmayın.